Salam əziz izləyicim, səninlə bir yerdə uşaqlığıma səyahət edirəm. Bir neçə gün öncə uşaqlığım keçən Bayıl qəsəbəsində oldum. Uzun müddətdir uşaqlığıma qayıdıram hashtag ilə yaşadığım bütün evləri, uşaqlığım keçən bütün küçələri gəzmişəm və bunları sizinlə də bölüşürəm. Bu küçədən axırıncı dəfə 1999-cu ildə sinif yoldaşlarımla getmişəm. Oxuduğum 163 nömrəli məktəbdən sinif yoldaşlarımla çıxaraq evimizə doğru məhz bu pilləkənlərlə addımlamışıq. Günay, Elnur, Anar, mən, Qoşqar, Oqtay, Cəmilə bu yollar boyunca gülə oynaya, söhbət edərək evimizə doğru irəliləmişik və eyni zamanda məhəllədə görüşərək sırayla, yavaş-yavaş məktəbə doğru irəliləmişik. Yol boyu övladlarıma keçdiyimiz küçələri, o küçələrdə etdiyimiz söhbətləri danışıram. Bu çox möcüzəvi bir hissdir. Övladlarınla bir yerdə uşaqlığa qayıtmaq. Bəli, elə xatırlayıram, elə hiss edirəm ki, yanımda və önümdə bu balaca sevinclə addımlayıram. Övladlarımla bir yerdə uşaqlığıma addımlayıram. Səna atılıb düşdükcə gözümün qabağında öz körpəliyim canlanır. Belində məktəb çantasıyla gülə oynaya evə tələsən bir qız. Səna düz deyir, biz dağa dırmaşırıq. Bəli, Bayıl qəsəbəsi Bakının ən hündür nöqtəsində yerləşir və dağın ətəyindədir. Biz dağın zirvəsinə doğru qalxırıq. Yəqin ki, böyümüşük. Uşaqlıqda bu küçə mənə daha geniş və daha uzun gəlirdi. İndi isə daha dar və daha qısadır. Biz yol boyunca Günayı, Elnuru, Cəmiləni ötürə-ötürə son 4 şagird bu məhəllə ilə irəliləyirdik. Yolun sol tərəfində biz Qoşqar evinə yola salacağıq. Qoşqar bizim sinifimizin ən yaxşı oxuyan uşaqlarından biri idi. Onların evinə tez-tez tapşırığın yerini öyrənməyə, kitab verməyə və yaxud da ki, dəftər götürməyə gəlirdik. Maraqlı xatirələr idi. Qoşqar indi sayılıb seçilən şəxslərdən biridir. Bu yol isə məni evimizə aparır. Bu kiçik məhəllə marketindensə həmişə xırda alış-verişlərimizi edərdik. Marketin satıcıları və sahibləri ilə də görüşdüm. Nostalji anları yaşadıq. 1995-ci ildə 7 yaşım olarkən mən Bayılla tanış olmuşam. Ömrümün ən gözəl günləri elə burada keçib. Məhz bu küçədən yolun sonuna doğru addımladıqca Oqtay evlərinə yola salırdıq və mən Anarla bir yerdə irəliləyirdim öz evimizə. Yolun sonunda məni evimiz qarşılayacaq və Anar yoluna davam edəcək. Və budur, səsdə də hiss etdiyiniz kimi çox təəccüblüyəm. Çünki 25-26 il əvvəl çıxdığım həyətin məhəllədən görünən mənzərəsi heç də dəyişilməyib. Olduğu kimidir. Heç nə dəyişilməyib. Sadəcə biz böyümüşük. Bu pilləkənlərdə, bu hasarda, bu divarlarda, bəlkə də qapının hər küncündə mənim əlimin, ayağımın izləri var. Və budur bizi qarşılayır möhtəşəm Bayıl mənzərəsi. Yaşadığım evin həyəti Bayılın ən hündür nöqtələrindən biri idi ki, bütün bulvar ayağımızın altında qalırdı. Bu divarın üzərində hasar boyunca boy sırasıyla düzülüb, dövlət tədbirlərinin keçirildiyi günlərdə atəşfəşanlığı izləyirdik. Möhtəşəm bulvar mənzərəsi. Bayıl dəyişilməyib. Bayıl həmin Bayıldır. Dəyişilən sadəcə bizik. Uşaqlığa qayıtmaq isə zövq verir. Həm də terapiyadır. Tövsiyə edirəm. Mütləq yoxlayın.